2015-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 3 milyard dollar təşkil eləyirdi. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çox idi. Həmin dövrdə ermənilər ruslara güvənirdilər. Düşünürdülər ki, Rusiya onların təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda diaspor vasitəsilə Amerika Birləşmiş Ştatlarından da dəstək almağı planlaşdırırdılar. Əmin idilər ki, Azərbaycan heç vaxt ordusunun gücü ilə torpaqlarını işğaldan azad eləyə bilməyəcək. Qlobal İnfaz xəbər verir ki, bunu Azərbaycanın sabiq Xarici İşlər Naziri Elmar Məmmədiyarov ictimai televiziyada yayımlanan təmas xətti verilişində deyib. O, hərbi əməliyyatların mümkün müddətinə dair o dövrün müzakirələrini də xatırladıb. Müdafiə naziri məndən soruşdu ki, hərbi əməliyyatlar keçirmək üçün neçə gün vaxtımız var? Dedim 3-4 gün, uzağı bir həftə. Çünki 3 həmsədr ölkə məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaqdı. Bu da bizə mane ola bilərdi. Yeni qətnamə qəbul edilə bilərdi. Yeni faktorlar, risklər var idi. Prezident İlham Əliyev çox məsuliyyətli qərar verməli idi. O, bütün təhlükəsizlik amillərini nəzərə alaraq çox ağır, lakin düşünülmüş qərar qəbul etdi. Sağ olsun ki, bu böyük məsuliyyət tələb edən missiyanı uğurla yerinə yetirə bildi. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.